Salam, hər vaxtınız xeyir mənim dəyərli izləyicilərim. Ümid edirəm ki, əhvalınız, keyfiniz yerindədir. Gəlin bugün sizlərə söz verdiyim kimi 5 addımda frazeoloji birləşmələri necə öyrənəcək ondan bəhs edim. Ümumiyyətlə, adətən şagirdlərdə hövsələsizlik, səbirsizlik olur deyə düşündüm ki, artıq qısa və praktik yollarla daha gözəl izah etmək yollarını axtarım tapım və hal-hazırda da irəliləyən illərimdə, irəliləyən təcrübə etdiyim müddət ərzində də şagirdlərimi düşünərək daha da praktik yollar axtarıb tapmağa çalışacağam. Ümid edirəm ki, paylaşımım sizlərdən ötürü faydalı olacaq. Gəlin indi başlayaq. Necə frazeoloji birləşmələri sadəcə 5 addımda öyrənə biləcəyik? Bundan bəhs edim. Baxın, növbəti səhifəyə keçək. Burada frazeoloji birləşmələrin nə olduğu haqqında məlumat verirəm. Bilirik ki, dildə sintaks, yəni söz birləşmələrindən bəhs edən bölməni oxumuş, anlamış şagirdlərin kifayət qədər məlumatı var ki, söz birləşmələrinin növlərini keçir. Əsas tərəfin ifadə etdiyi vasitəyə uyğun olaraq ismi və fe'li birləşmələr olmaqla söz birləşmələrinin belə deyim, növləri haqqında məlumatlı olanlar var və yaxud da nə bilim təyin söz birləşmələri, yaxud da qeyri-təyin söz birləşmələri, bunlar haqqında söz birləşmələrini yaxşı oxuyan şagirdin düşünürəm ki, kifayət qədər məlumat var. O cür birləşmələrdə necə olurdu? Tərəfləri parçalaya bilirdik, əsas və asıl tərəf deyə parçalaya bilirdik. Tərəfləri məsələn ayrı-ayrılıqda cümlə üzvü ola bilirdi. Amma frazeoloji birləşmələrdə isə düzdür, burada da birləşmələr şəklində olur. Tərkibində ən azı 2 söz olur və bu cür birləşmələrdə hamısı, bütün sözlərin hamısı birləşərək bir leksik mənanı ifadə edir. Adi götürək, baxın burada göstərdiyim nümunəni ağzından ot püskürmək. Həddindən artıq əsəbləşmək və yaxud da digər bir tərəfdən həddindən artıq qəzəbli, hədələyici tonda danışmaq kimi mənaları ifadə eləyir. Burada necə olur? Baxın, tərkibi nəzər yetirdikcə görürük ki, tərkibində 3 dənə söz var. Və bu 3 dənə söz bir leksik mənanı, bir bütöv leksik mənanı ifadə edir. Yaxud da başqa nümunələr çəkə bilərik. Deyə bilərəm ki, cin atına minmək. Cin atına minmək əsəbləşməkdir. Sadəcə olaraq mən onun leksik mənasına baxanda görürəm ki, bir leksik məna ifadə elədi. Hirslənmək mənasını ifadə elədi. Hirslənmək. Yəni leksik məna bir oldu və burada xüsusilə qeyd elədiyim kimi məcazi mənalı birləşmələrdir. Bir insan necə ağzından ot püskürə bilər? Belə bir şey mümkün deyil. Və yaxud da burada da nümunələr var. Baxın, ağzının suyunu tutmamaq. Yəni bu nəfsini tamahını saxlamayan insanda deyilir ki, ağzının suyunu axıtmaq. Bu frazeoloji birləşmədir. Yeməyi görür, məsələn, tamahını saxlaya bilmir, nəfsini saxlaya bilmir. O halda məsələn tutaq ki, işlədirik. Yəni gördünüzmü? Ağzının suyunu axıtmaq, tamahını saxlamamaq mənasını ifadə elədi. Və yaxud da burada baxın, başına çıxmaq. Başına çıxmaq bir insana belə deyim, həddindən artıq yaxşı üz göstərdikdə bundan sui-istifadə etdiyi məqamda işlənilən bir frazeoloji birləşmədir. Və yaxud da baxın bu səhvədə yenə ağzından ot püskürməkdir. Bunu keçək. Dünyadan 450 yapışmaq. Yəni burada da bir insan məsələn nəyisə inadkarlıq, həddindən artıq inadkarlıq göstərdiyi məqamda işlədə biləcəyiniz bir frazeoloji birləşmədir və s. Yəni bu cür nümunələr göstərə bilərik. Bu cür birləşmələr fikir verdinizsə, məcazi mənalı olur. Tərkibində təbii ki, birləşmədən söhbət getdiyinə görə ən azı 2 söz olmalıdır. 2 və daha artıq söz ola bilər. Elə frazeoloji birləşmələr var ki, orada məsələn 4 sözdən ibarətdir tərkibində. Elə frazeoloji birləşmələr var 3, elə frazeoloji birləşmələr var ki, 2 və s. Yəni 2-dən çox birləşmə olmalıdır bu cür birləşmələrdə. Ən əsası canı, qanı məcaziləşməkdir. Baxın burada bu səhifədə göstərdiyim kimi bu cür birləşmələrin tərkibinə daxil olan sözlər öz həqiqi mənasından uzaqlaşaraq məcaziləşir. Bu nə deməkdir? Məsələn burada götürək göylə getmək frazeoloji birləşməsini. Göylə getmək lovğalanmaq, təkəbbürlənmək mənasını ifadə edir. Bir insan necə göylə gedə bilər? Məsələn, gedə bilər, yolda gedə bilər, çəmənlikdə gedə bilər. Yəni bu cür mənalarda həqiqi mənada işləndiyi halda getmək sözünün mənasını da bilirik, göy sözünün mənasını da bilirik, göy, səma mənasında. Anonim sözdür göy söz. Göy sözü. Aha. Yəni getmək sözünün mənasını da ayrılıqda bilirik, göy sözünün mənasını da ayrılıqda bilirik. Amma bu ikisi görürsüz, yəni göylə getmək. Göylə bir insan necə gedə bilər ki? Və yaxud da belə deyim, bir insanın başına necə çıxa bilər ki? Sadəcə olaraq çiyninə otura bilər, ən uzağı balaca uşaqda, böyük bir şəxsin çiyninə otura bilər. Yəni bu cür ola bilər, bu cür mümkün ola bilər. Və yaxud da dünyadan 450 yapışmaq. Bir insan 450 necə yapışa bilər dünyadan? Yəni gördünüz, məsələn, yapışmaq var da, bir şeydən yapışmaq, tutmaq və yaxud da dünya sözünün də ayrılıqda bir mənası var. Amma artıq bu sözlər 3 dənə söz birləşdi, bir mənanı ifadə edərək, məcaziləşərək, öz həqiqi mənasından uzaqlaşaraq frazeoloji birləşmə yaratmış oldu. Gəldik növbəti səhvəyə. Burada da görürük ki, frazeoloji birləşmələrin bayaqlar qeyd elədim ki, yəni dilimizdə məsələn sintaksis bölməsini daha yaxşı mənimsəmiş bir şagird biləcək ki, orada tutaq ki, aslı tərəfdən söhbət etdiyim və yaxud da əsas tərəfin ifadə vasitəsinə görə ismi və fe'li birləşmələrdən bir-iki cümlə dedim. Əsas tərəf, aslı tərəfdən söhbət gedirsə, demək ki, burada söhbət həqiqi mənalı sərbəst birləşmələrdən, baxın bunu da qeyd edeyim, frazeoloji birləşmələrə sabit birləşmələr deyilir. Çünki dildə hazır vəziyyətdə olur. Bu cür frazeoloji birləşmələrin arasında mən söz daxil edə bilmərəm. Ondan sonra bunların tərkib hissələrinin yəni dəyişib özündən
əlavə bir söz yerinə bu sözün yerinə daşıyan başqa bir söz əlavə edə bilmərəm. Sabit formada, dəyişməz formada olduğuna görə bu cür birləşmələr sabitdir və mənim bayaqdan danışdığım aslı və əsas tərəfə bölünən birləşmələr isə sərbəst birləşmələrdir. Sərbəst birləşmələrdə tərəflər ayrı-ayrılıqda cümlə üzvü ola bilir. Ondan sonra ayrı-ayrılıqda suala cavab verə bilir. Əsas və aslı tərəf deyə hissələrə bölünə bilir. Amma frazeoloji birləşmələrdə nə qədər tərkibində söz olursa olsun, bu sözlər birləşərək bir leksik mənanı bildirir. Bir bütöv leksik mənanı. Eyni zamanda da bu cür frazeoloji birləşmələrin tərkib hissəsi dəyişməz, sabit qalır. Düzdür, indi müəyyən qədər qrammatik şəkildə qəbul edə bilər. Formasını dəyişə bilər. Qrammatik şəkildə sözün mənasını yox, formasını dəyişir. Ona görə də frazeoloji birləşmələrdə formasını dəyişərək müəyyən qədər qrammatik şəkilçilər qəbul edə bilir. Daş cin atına minməyi mən nə artıra bilərəm? Hansı qrammatik şəkilçisini artıra bilərəm? Məsələn, deyə bilərəm ki, tutaq ki, sinif yoldaşım cin atına minmişdi. Yəni mən neylədim? Cin atına minmişdi. Minmişdi. Bunu mən keçmiş zamanda işlətdim. Eyni zamanda minmişdi. Minmiş idi. İdi hissəciyi artırdım. Yəni mən buna qrammatik şəkilçisi artıraraq onun formasını dəyişə bildim. Amma mən onun tərkib hissələrini dəyişə bilmərəm. Burada yazdığım məsələn tutaq ki, ağıllı şagird nümunəsində ağıllı şagird necə şagird, ağıllı şagird. Bu tərəf necə suala cavab verdi? Bu tərəfdə isimdir təbii ki, şagird. Kim şagird belə deyə bilərik də. Əsas tərəf, aslı tərəf. Yəni bu indi söz birləşmələrinin yadınızdadırsa, birinci növ təyin söz birləşməsinə aid bir nümunə idi. Sonra gəldik bu səhvəyə. Frazeoloji birləşmələrin tərkib hissələrini parçalamaq mümkün deyil. Bunu yəni bayaqdan neçə dəfələrlə təkrarlamış oldum. Frazeoloji birləşmələr parçalana bilmirsə, demək ki, bütöv götürülməlidir və cümlə üzvü olaraq da bütöv şəkildə götürülməlidir. Mən bunu artıq parçalaya bilmərəm. Ona görə də frazeoloji birləşmələr cümlənin bütöv üzvüdür, bütöv şəkildə götürülür. Frazeoloji birləşmələr cümlənin sadə üzvüdür. Cümlənin sadə üzvüdür. Təkrar qeyd edirəm. Baxın burada belə deyim, yazdığım bu nümunədə əsasən yəni fe'li frazeoloji birləşmələrdən danışarkən qeyd edirlər ki, frazeoloji birləşmələr ən çox fe'li xəbər yaradır. Amma məndən sizə yəni çox gözəl qızıl bir qayda olsun ki, ismi xəbər rolunda da çıxış edə bilir. İsmi xəbər rolunda necə çıxış edə bilər? Məsələn, məsdər kimi məsdər birləşən cümlədə məsələn ismi xəbər olur da, fe'lin təsdiqlənən formaları. Məsdər kimi məsələn burada mən başa düşdü yox, mən deyə bilərəm ki, onun tutaq ki, məqsədi başa düşməkdir. Başa düşün. Mən bunu məsdər formasında işlətdimsə, artıq ismi xəbər formasında oldu. Məndən sizə bir müəllim kimi qızıl qayda olsun. Qeyd götürərsiniz istəsəniz. Və yaxud da burada baxın. Söz verənlər. Kim? Söz verənlər. Mənim dostumdur. Bu bizim xəbərimizdir. Bu hissə isə bizim mübtədamızdır. Və yaxud da burada da fe'li xəbər rolunda çıxış etdi. Fe'li xəbər də ola bilər, nə bilim, sonra ismi xəbər də ola bilər, eyni zamanda tutaq ki, təyin vəzifəsində iştirak edə bilər və s. yəni frazeoloji birləşmələr haqqında əsas deyəcəklərim bundan ibarət idi. Əlavə olaraq da onu da deyə bilərəm ki, frazeoloji birləşmələrin məsələn tərkibində biz bunu mürəkkəb fe'llərdən də bilirik ki, etmək, et, ol, bil kimi sözlər frazeoloji birləşmələrin tərkibində əsasən işlənmir. İndi bəzi məqamlarda olur ki, orada məsələn işlənə bilir. Nəyə görə işlənmir? Qoyun burasını izah edeyim. Et, ol kimi fe'llər, et, ol, bil kimi fe'llər. Bunlar çox vaxt yəni özündən əvvəl bir sözə qoşularaq mürəkkəb cümlənin mürəkkəb fe'li olur da. Mürəkkəb fe'li cümlədə mürəkkəb belə deyim, ilk hissəsi olaraq bunlar et, ol və bil fe'lləri cümlədə ilk hissəsi olaraq mürəkkəb fe'l əmələ gətirir. Düz indi müəyyən məqamlarda məsələn işlənir də, müstəqil işləndiyi məqamlarda rast gəlirik. Yəni mürəkkəb fe'l yaradır deyə ona görə frazeoloji birləşmə tərkibində işlənməliyi qeyd olunur. İndi məsələn müəyyən nümunələr də çəkə bilərik ki, onlar da frazeoloji birləşmələrin tərkibində işlənə bilər. İşlənə biləndə də frazeoloji birləşmələrin canı qanı nədir? Özəyi nədir? Məcaziləşmə. Baxmalıyıq ki, burada məcazilik var, yoxsa yox. Buna əsasən müəyyən edəcəyik ki, bu indi et, ol və bil fe'lləri frazeoloji birləşmələrin tərkib hissəsi kimidir, yoxsa mürəkkəb fe'l kimi çıxış edir. Belə ümid edirəm ki, sizlərdən ötürü izahım faydalı oldu. Əlimdən gəldiyi qədər sizlərə dəstək olmaq istəyirəm əziz şagirdlərim. Əlavə olaraq nə isə başa düşməsəniz, şərhlər qismini yazaraq soruşa bilərsiniz və eyni zamanda məndən hər hansı bir mövzunun izahını çəkib paylaşmamı da istəyirsinizsə, mütləq şəkildə qeyd edə bilərsiniz. Hələlik, Allah'a əmanət olun.